Müharibə illərində Azərbaycan SSR-də mədəniyyət də dövrün tələblərinə uyğun inkişaf etməyə başladı. Mədəniyyət xadimləri bütün qüvvələrini qələbə naminə xalqın mənəvi cəhətdən səfərbər edilməsinə yönəltdi. Minlərlə maarif işçisi cəbhəyə göndərildi. Bu mədəniyyətə və təhsilə olduqca mənfi təsir göstərsə də, iş dayandırılmadı. Təhsil işçiləri böyüməkdə olan nəsli yüksək vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edirdilər. Bunun nəticəsi idi ki, orta məktəbi bitirən yüzlərlə yeniyetmə gənc könüllü cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət edirdilər. Azərbaycanın elm xadimləri qələbə naminə var qüvvələri ilə çalışırdılar. Alimlər hərbi sifarişləri vaxtında yerinə yetirmək üçün gecə-gündüz işləyirdilər. Görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya üçün yüksək oktanlı benzin istehsalının yeni texnologiyası hazırlandı. 9 adda təyyarə benzini, 38 növ sürtki yağı və 8 növ dizel yağı istehsalı təşkil olunmuşdu. Geoloqlar Mirəli Qaşqay, Şamil Əzizbəyov və başqaları yeni strateji xammal yataqları kəşf etdilər. Məşhur cərrah Mustafa Topçubaşov hərbi cərrahiyyədə yeni müalicə metodları hazırlayaraq minlərlə əskəri ölümdən xilas etmişdi. Respublikada 70 hərbi hospital yararlılara xidmət edirdi. İctimai elmlər sahəsində çalışan alimlər xalqın tarixi keçmişindən, qəhrəmanlığından bəhs edən əsərlər yaratmışdılar. 1943-cü ildə Heydər Hüseynov və Məmməd Arif Dadaşzadənin redaktası ilə nəşr olunan Azərbaycan ədəbiyyatının qısa tarixi bu qəbildən idi. Ədəbiyyatda müharibə mövzusu aparıcı istiqamətə çevrilmişdi. 1945-ci ilin martında Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması Respublikanın mədəni həyatında mühüm hadisə olmuşdu. Azərbaycan ədəbiyyatı xalqın coşqun qəzəb və həyəcanını düşmənin məhv edilməsinə yönəldirdi. Səməd Vurğunun Şəfqət bacısı, Qızıl Şahinlər, Ananın öyüdü, Qəhrəmanın hünəri, Süleyman Rüstəmin Ana və Paçtalyon, Məmməd Rahimin Müqəddəs kədər, Rəsul Rızanın Sevgi, Əskər anasının sözləri, Nigar Rəfibəylinin Get sevgilim, uğur olsun, Osman Sarıbəllinin Gətir oğlum, gətir, Əhməd Cəmilin Can nənə bir nağıl de, Mirvarid Dilbazinin Krım, Sevinç və başqa əsərlər əskərlərin döyüş ruhunun qaldırılmasında böyük rol oynamışdı. Müharibə dövründə döyüşçü və partizanlarımızın şücaətlərini təsvir edən onlarla oçirk, hekayə, povest, piyes və sairlər yazılmışdır. Əbülhəsənin Görüş yeri, Mircəlalın Anaların üsyanı, Qardaş qanı, Rəsul Rızanın Leytinat Bayramın gündəliyi hekayələrində, Meyti Hüseynin Vətən çiçəkləri, Fəryad povestlərində döyüşçülərimizin igid obrazı yaradılmışdı. Müharibə illərində Azərbaycan dramaturgiyası Səməd Vurğunun Fərhad və Şirin, Meyti Hüseynin Nizami kimi əsərləri ilə zənginləşmişdi. Azərbaycan bəstəkarları müharibə dövründə onlarla yeni marş, simfoniya, mahnı, opera və sair musiqi əsərləri yaratmışdılar. Üzeyir Hacıbəylinin Şəfqət bacısı, Qələbə himni, Səid Rüstəmovun Cəbhəyə, Süleyman Ələskərovun Gözlə məni mahnıları dillər əzbəri olmuşdu. Gənc bəstəkarlar Qara Qarayev və Cövdət Hacıyevin Vətən operası musiqi aləmində mühüm hadisə idi. Cəbhəyə xidmət üçün konsert briqadaları yaradılıb göndərilirdi. Ümumiyyətlə, Azərbaycan artistləri hərbi hissələrdə 35 min konsert vermişdilər. Azərbaycan kinematografçıları Vətən oğlu, Bəxtiyar, T-9 Sualtı gəmi filmlərini çəkmişdilər. Hərbi vətənpərvərlik tərbiyəsində təsviri incəsənət ustaları da fəal iştirak edirdilər. Əzim Əzimzadə, İsmail Axundov, Maral Rəhmanzadə və başqaları müharibə, əskər həyatı, arxa cəbhə və sair mövzularda tablolar yaratmışdılar. Onların əsərləri 1943-cü ildə Moskvada Tretiyakov qalereyasında nümayiş etdirilmişdi. SSR Ali Soveti Riyasət Heyətinin 14 aprel 1944-cü il tarixli qərarı ilə Cənubi Qafqaz müsəlmanlarının ruhani idarəsi yaradıldı. Onun ilk sədri Şeyxülislam Ağa Əlizadə seçildi. Dini icma başçıları öz çıxışlarında xalqı vətənə sədaqətlə xidmət etməyə çağırırdılar.
Müharibə illərində Güney Azərbaycanda da milli mədəni oyanış baş vermişdi. Bu istiqamətdə ilk addımların atılmasında Şimali Azərbaycanın həlledici təsiri və rolu olmuşdu. 1941-ci il oktyabrın 11-dən Cənubi Azərbaycanda yerləşdirilmiş Sovet ordu hissələrindəki Azərbaycanlı zabit və əskərlər üçün Azərbaycan türkçəsində nəşr olunan Təbrizdəki Vətən yolunda və Urmiyadakı Qızıl Əskər qəzetləri xüsusilə fərqlənmişdilər. Onların səhifələrində Əli Səbahi, Sahir kimi təcrübəli yazıcı və şairlərlə yanaşı, Balaş Azəroğlu, Əli Tudə və sair gənc ədiblərin də yazıları dərc olunurdu. Cənubi Azərbaycanın mədəni həyatında, milli oyanışında Təbrizdə çıxan Azərbaycan qəzetinin də müstəsna rolu olmuşdu. 1941-ci il oktyabr ayının ortalarından etibarən Təbrizdə Azərbaycan opera və balet teatrının ilk qastrol tamaşalarının başlanması isə Azərbaycanın iki hissəsi arasında sürətlə inkişafa üst tutan mədəni əlaqələrin möhkəm təməlini qoymuş oldu. Həmin qastrolun ardınca Azərbaycanın dram teatrları, musiqi və rəqs ansamblları, ədəbiyyat və incəsənət, maarif və elm xadimləri Güney Azərbaycana gələrək konsert və tamaşalar verir, mühazirələr oxuyur, qarşılıqlı əlaqələri genişləndirirdilər. Müharibə illərində Güney Azərbaycanda baş vermiş bu milli oyanış və aşkar mədəni dirçəliş 1946-cı ildə milli hökumətin qısa müddətli fəaliyyəti dövründə milli mədəniyyətin tərəqqisinə möhkəm zəmin yaratmışdı.